Salam, hörmətli fizika sevərlər. Belə bir maraqlı fizika testinin həllinə baxaq. M kütləli kağız cimi R bərabər 4 metr radiuslu silindrin daxili səthində şəkildə göstərilən istiqamətdə V bərabər 10 metr bölü saniyə xətti sürətlə atılır. Cisim ilə səth arasında sürtünmə əmsalı 0,32 olarsa, kağız ciminin şaquli istiqamətdəki hərəkətinin təcili neçə metr bölü saniyənin kvadratıdır. Bir də verib ki, cisim üfüqi istiqamətdəki xətti sürəti dəyişməzdir. Yəni cismin üfüqi istiqamətdə xətti sürəti sabitdir, y-nin də qiyməti 10-dur. Yaxşı, gəlin şəklin üzərində baxaq. Deməli, bu cisimə baxın, bu hərəkət eləyən zaman bu cisimə təsir eləyən dayağın reaksiya qüvvəsi, bax bu dayağın reaksiya qüvvəsi, N dayağın reaksiya qüvvəsi, bir də buna təsir eləyən mərkəzdən qaçma qüvvəsi. Yəni mv kvadrat bölünsün R. Bunlar bir-birini tarazlaşdırır. Tarazlaşdığı üçün bu sağa və ya sola hərəkət etmir. Yəni divara sanki yapışıb hərəkət eləyir və yaxud da yuxarı aşağı, şaquli istiqaməti yuxarı aşağı hərəkət eləyə bilər, amma sağa və ya sola hərəkət edə bilmir. Deməli, buradan yazırıq M bərabərdir mv kvadrat bölünsün nəyə? R-ə. Yaxşı, indi gəlin bunun hərəkət tənliyini yazaq. Hərəkət tənliyini yazmamışdan buna təsir edən qüvvələrin istiqamətini göstərək. Aşağıya təsir edən qüvvə ağırlıq qüvvəsidir. Bu cisimə yuxarı istiqamət, aşağı hərəkət edirsə, yuxarıda təsir edən sürtünmə qüvvəsi. Sürtünmə. Onda yazarıq. Mg çıxılsın, F sürtünmə bərabərdir M-yə. Buradan yazırıq yenə mg çıxılsın, F sürtünmənin yerinə yazırıq mü vurulsun N. N'in yerinə bu ifadəni yazırıq. Mv kvadrat bölünsün R bərabərdir M-yə. Hər tərəfi M-ə bölsək, alırıq J çıxılsın. V kvadratı bölünsün R vur mü-yə. Buradan qiymətlərini yazsaq yerinə J 10-dur, çıxılsın. V-nin qiymətini verib 10. Onun kvadratı edir 100, bölünsün. Radiusu verib 4 metr. Vurulsun, sürtünmə əmsalı da 0,2-dir. 132-dir. 0,132. Deməli, buradan hesablama yaparsaq, alırıq 2 metr bölü saniyənin kvadratı. Doğru cavabımız 2 metr bölünsün saniyənin kvadratı oldu. Çox sağ olun.